Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Mən Aytaç Əsənova bugün sizlərə 2-ci sinif riyaziyyat dərsliyinin növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməsindən əvvəl bir elanı diqqətinizə çatdırım ki, onlayn hazırlıq qruplarımıza yazılmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Həftədə 4 dəfə 90 dəqiqə olmaqla Azərbaycan dili və riyaziyyat fənni üzrə keçirilir. İndi isə keçirik mövzumuzun izahına. Bugün ümumiləşdirici tapşırıqları işləyəcəyik sizinlə. Burada alt-alta toplamanı görürsünüz. Cəmi tapmağımızı istəyirlər bizdən. Bir dəqiqə. Aha. Baxırıq ki, 23 üstə gəl 4. 3-ün təkli ilə təkliyi toplayırıq. 3-ün üstə 4 gəldim 7. 2-nin özü. 0 ilə 0, 0. 6-ın üstə 2 gəldim 8. 3-ün üstə 5 gəldim 8. 1-in üstə 2 gəldim 3. 66-ın üstə 2 gələndə 68. 6-ın üstə 0 gəldim 6. 5-in üstə 3 gəldim 8. 3-ün üstə 4 gəldim 7. 4-ün üstə 3 gəldim 7. 0-ın üstə 7 gəldim 7. 3-ün də özü. 0-ın üstə 7 gəldim 7. 3-ün üstə 2 gəldim 5. 4-ün üstə 4 gəldim 8. 6-ın üstə 1 gəldim 7. 42-nin üstə 46 gələndə 48 eləyir. 9-un üstə 0 gəldim 9. 5-in üstə 2 gəldim 7. 4-ün üstə 5 gəldim 9. 4-ün üstə 5 gəldim 9. 12-nin üstə 7 gələndə 19 eləyir. 8-in üstə 0 8. 6-ın üstə 3 9. 7-nin üstə 2 9. 2-nin üstə 2 4. 1-in üstə 8 eləyəcək 9. 5-in də özü. Burada heç nə olmayanda biz bunu 0 kimi qəbul edirik. Amma onu yazmağa ehtiyac yoxdur. 1-in üstə 0 gəldim 1. 8-in üstə 1 9. 2-nin üstə 5 gəldim 7. 7-nin üstə 1 8. Keçirik növbəti. Deyir ədəd oxunda irəli saymaqla cəmi tapın. Mən sizin üçün daha da yaxınlaşdırıram. 34-ün üstə 5 gələndə 39 eləyir. Birbaşa cavabımızı yazıq. Gəlin ədəd oxunda baxaq. 30, 31, 32, 33, 34. 34-dən üstə 5 gələcək. 1, 2, 3, 4, 5. Baxın, gəldi yenə 39-da dayanmış oldu. 90 üstə 7 gəldim. 97. 50-nin üstə 30 gəldim. 80. 20-nin üstə 60 gəldim. 80. Gəlin baxaq. 50-nin üstə 50-dir. Üstə 30 gələcəm. 10 gedəcəm. Yəni 10, 20, bu da 30 etmiş oldu. 50-nin üstə 30 gələndə həqiqətən baxırıq ki, nə edir? 80 etmiş olur. Gəlin indi digərlərinə baxaq. 20-nin üstə 60 gələcək. 20 üstə 60 gəlməliyik. 10, 20, 30, 40, 50, 60. Getdik həqiqətən də 80-in üstündə dayanmış olduq. 30-un üstə 43 gələcək. 30-dur. Üstə 43 gəlməli. 10, 20, 30, 40. Bir dəqiqə 40-ı biraz sərgəl çəkək. Bir dəqiqə səbirli olaq, təzədən yazıram. Deməli 30-un üstə 30, üstə gəlməli 43. 10, 20, 30, 40, 41, 42, 43. Deməli gəlib dayanırıq 73-də. Daha sonra baxırıq digərlərinə. 63-ün üstə 30 gələcək. Baxırıq bu bizim 61, 62, 63-ümüz. 63-ün üstə 30 gəlməliyik. 10-unu artacaq. 63-ün üstə 10 gəldim, elədi 73. Üstə 10 gəldim, elədi 83. Üstə də 10 gəldim, elədi 93. Baxın 10, 20, 30. Üstə 30 gəlmiş oldum. Elədi 93. Keçirik növbəti. 35-in üstə 22 gələndə artıq ədəd oxunda necə getmək lazımdır bilirsiniz. Eləyəcək 57. 41-in üstə də 46 gələndə eləyəcək 87.
Keçirik növbəti. Toplananları onluq və təkliklərə ayırmaqla cəmi tapın. Bir neçə misalı şifahi həll edin. Aha. Biz onluq və təkliklərini necə ayıraraq toplayırıq? Gəlin baxaq. Yazıb ki 46 üstə gəl 13. Əvvəlcə təklikləri toplayırıq. 6 ilə 3-ü eləyəcək 9. Daha sonra onluqları 40 üstə gəl 10 eləyəcək 50. 50-nin də üstə 9 gələndə eləyir 59. Keçirik növbətiyə. 25 üstə gəl 40. Əvvəlcə təklikləri 5 ilə 0-ı toplayırıq. 5. 20 ilə də 40-ı toplayırıq. Eləyir 60. 60-ın da üstə 5 gələndə eləyir 65. Növbəti 87 üstə gəl 10 bərabərdir. 7-nin üstə 0 gələndə 7. 80-nin üstə 10 gələndə 90. Və 90 ilə də daha sonra 7-ni toplayırıq. Eləyəcək 97. Daha sonra keçirik 74 üstə gəl 20. 4 ilə 0-ı toplayırıq. Eləyir 4. 70-in üstə 20 gəlirik. Eləyir 90. Üzr istəyirəm. Nəsə qıcıqlanma tutub mənim. 90 ilə 4-ü toplayacaq. Eləyəcək 94. Daha sonra keçirik 62 üstə gəl 26. Təklikləri. Daha sonra onluqları. 80 üstü 8 gələndə 88. Keçirik növbəti 40 üstə gəl 50. Artıq bunu biz şifahi də tapa bilərik. 90 eləyir. 80 üstə gəl 4 eləyəcək 84. 63 üstə gəl 33 eləyəcək. 3 ilə 3-ü toplayırıq 6. 60 ilə də 30-u toplayırıq 90. 90-ın da üstə 6 gələndə eləyir 96. Keçirik növbətiyə. 75 üstə gəl 11. Eləyəcək. Deməli 5 üstə gəl 1 6. 70 üstə gəl 10 80. 80 ilə də 6-nı toplayırıq 86. 44 üstə gəl 55. Bunu artıq biz şifahi eləyə bilərik ki 99 eləyir. Daha sonra 93 üstə gəl 4 eləyəcək 97 şifahi eləyə bilərik. Daha sonra 65 üstə gəl 23. Bunu gəlin hesablayaq. 5-in üstə 3 gəldim 8. 60-ın üstə 20 gəldim 80. 80-in də üstə 8 gələndə eləyəcək 88. Aha. Deməli, daha sonra 86 üstə gəl 2 eləyir 88. Bu şifahi. 20 üstə gəl 70 eləyir 90. Bu da şifahi. 43 üstə gəl 16. 3-ün üstə 6 gəldim 9. 40-ın üstə 10 gəldim 50. 50-nin də üstə 9 gəlirəm 59. Və 22 üstə gəl 35 bərabərdir. 2 üstə 5 gəldim 7. 20-nin də üstə 30 gəldim 50. 50-nin də üstə 7 gəldim 57. Belə. Keçirik növbəti misala. Boş xanalarda hansı ədədlər olmalıdır? Toplanan cəm. 23-ün üstə 13 gəlir. 3 ilə 3-ü toplayıram 6. 2 ilə 1-i toplayıram 3. 36. 17-nin üstə 10 gələndə 27 eləyir. 92-nin üstə 5 gələndə 97. 20-nin üstə 60 gələndə 80. 58-in üstə 21 gələndə 79. 71-in üstə 4 75. 6-nın üstə 1 gəldim 7. 2-nin üstə 5 gəldim 7. 82-nin üstə 5 gələndə 87. Burada da eləyəcək 79.
Keçirik növbəti uyğun misalları yazın. Toplananlardan biri 30, digəri isə 8-dir. Cəmi tapın. 30 + 8 bərabərdir 38. 25 və 42 ədədlərinin cəmini tapın. 25 + 42. 5 ilə 2-ni toplayırıq 7, 2 ilə 4-ü toplayırıq 6. Təhliklə təhliyi, onluqla onluq toplayırıq. Daha sonra 60 və 23 ədədlərinin cəmini tapın. Yazırıq indi, gəlin bunu silək buradan. 60 və 23 ədədlərinin cəmi. C-ni yazırıq. 60 + 23 eləyəcək 83. 70 ədədindən 10 vahid böyük ədəd. 70-dən 10 vahid böyükdür, eləyir 80. Keçirik növbəti səhifəyə. Tərəzinin gözlərini bərabərləşdirmək üçün sol gözə neçə kub əlavə etmək lazımdır? Boş xanalara uyğun ədədləri tapın. Baxın, baxırıq ki, burada var 24 dənə. Burada isə var 34 dənə. 24-ün üstü 10 dənə də gəlsə, eləyəcək 34. Burada var 31, burada var 39. 8 dənə də əlavə etsək, bərabər olacaq. 41-in üstə neçə gəlsək, 54 eləyir. Çatışmayanını tapmalıyıq. Əlbəttə ki, burada çatışmır 13 dənə. Keçirik növbəti. Hesablayın və müqayisə edin. 51-in üstə 23 gələndə 1 ilə 3-ü toplayırıq 4, 5 ilə 2-ni toplayırıq 7. 74 böyükdür 60-dan. 12-in üstə 30 gələndə eləyəcək 42. 20 ilə 22 də eləyir 42. Bərabərdir. Keçirik. 17-in üstə 61. Baxın, yadınızda qalsın. Təhliklə təhliyi, onluqla onluğu toplayırıq. 7 üstə 1 gəldim 8. 1-in üstə 6 gəldim 7. 78. Burada 3 ilə 5-i toplayırıq. 8, 4 ilə 2, 6. 78 böyükdür 68-dən. 5-in üstə 3 gəldim 8. 7-in üstə 2 gəldim 9. Bu da eləyir 99. Kiçikdir. Uşaqlar bayramda sinif otağına 30 qırmızı, 24 sarı bayraq asdılar. Yazırıq. Qırmızı 30 dənə. Sarı isə 24 dənədir. Sinif otağına cəmi neçə bayraq asdılar? Cəmini biz bilmirik. Sual işarəsi. Həlli. Cəmi soruşursa, bütün hamısını deməli toplamalıyıq. 24 eləyəcək 54. Cavab 54 bayraq asıldı. Belə, bu qədər. Keçirik 9-a. Qələm qabındakı karandaşların sayı masanın üstündəki karandaşlardan 21 dənə çoxdur. Qələm qabında neçə karandaş var? Baxın, qələm qabında olan karandaşların sayı deyir. Masanın üstündəki olan karandaşlardan 21 dənə çoxdur. Masanın üstündə gəlin görək nə qədərdir. Yazırıq masanın üstü. Var 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə masanın üstündədir. Qələm qabında bundan 21 dənə çoxdur. Qələm qabı 21 ədəd çox. O zaman gəlin hesablayaq. Həlli. Masanın üstündə var idi 7 dənə. Bundan 21 dənə də çox qələm qabındadır. Yəni 28 dənə. Cavab 28 karandaş var. Keçirik növbəti. Pencəyin qiyməti 43 manatdır. Bu paltonun qiymətindən 25 manat azdır. Palto neçəyədir? Gəlin ayrı-ayrılıqda yazaq. Pencəyin qiyməti 43 manat. Pencək. 43 yazın. Paltonun qiyməti. Bu deyir paltonun qiymətindən 25 manat azdır. Paltonun qiymətini biz bilmirik. Yəni palto pencəkdən 25 manat çoxdur. Baxın. Bir də izah edirəm. Pencəyin qiyməti 43 manatdır. Pencək paltonun qiymətindən 25 manat kiçikdir. Yəni palto 25 manat nədir? 25 azın çoxdur. Baxın, belə eləyə bilərik. Paltonun qiymətindən
Çıxırıq 25 manatı. Çünki deyir ondan 25 manat kiçikdir. Qalır 43 manat. Azalan, çıxılan fərq. Məhsul azalanı tapmaq üçün, baxın, yazıram bura. Azalan, çıxılan fərq. Məhsul azalanı tapmaq üçün fərqin üstünə çıxılan gəlmək lazımdır. Bərabərdir, fərqimiz 43, çıxılanda 25-dir. Yəni, azalan bərabərdir, eləyəcək 68 manat. Deməli, paltonun qiyməti 68 manat imiş. Belə yazırıq cavab 68 azın. Aha, keçirik növbəti səhifəyə. Növbəti səhifədə artıq ədədlərin çıxılmasından söhbət gedir. Burada da yenə alt-alta çıxmada təhliyi-təhliyin altı, onluğun altı yazırıq. Və yaxud da ona tamamlamadan da çıxma var. Amma ən məsləhətlisi elə alt-alta çıxma və ya şifahi bilənlər üçün şifahi çıxmadır. Gəlin baxaq. 17-dən 7 çıxdıq, cavab 10. 19-dan 10 çıxdıq, cavab 9. 18-dən 4 çıxdıq, 14. 15-dən 3 çıxdıq, 12. 13-dən 5 çıxdıq, 8. 14-dən 14, 0. 17-dən 0, 17. 16-dan 8, 8. Bunları siz birinci sinifdə öyrənmişsiniz. 12-dən 9 çıxdıq, 3. 19-dan 7 çıxanda 12. 17-dən 3 çıxanda 14 qalır. Və yaxud da təhliyi-təhliyin altına yazım. 8-dən 5 çıxdım, 3. Birində özün yazıram. 5-dən 4 çıxdım, 1. 1-in altında heç nə yoxdur. Ora 0 qəbul olunur. 1. 2. Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub götürmək və ya əlavə etmək lazımdır? Boş xanalara uyğun ədədləri tapın. Baxın, burada var 14 dənə, burada var 6 dənə. Biz neçəsini çıxsaq, 14-dən neçəsini götürsək 6 dənə qalar. Deməli, mən sizə göstərmək üçün, baxın, bunu götürsək və bunu götürsək, eyni qalar. Üzr istəyirəm, burada eyni qalmadı, bir dəqiqə. Deməli, belə götürsək və o bir dənə də orada qalsa, 6 dənə buradadır. Biz neçəsini sildik? Gəlin indi ona baxaq. Baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-ini silsək 6 qalacaq. Bunları siz birinci sinifdə bilirsiniz. Nəyin üstü 6 gəlsə 14 eləyir? 8. 8-in üstü 6 gələndə 14 eləyir. 7-dir, burada da 15-dir. 7-in üstü 8 gələndə 15 eləyir. 15-dən 8-in çıxanda 7 qalır. 8-in üstə 4 gələndə 12 eləyir. Deməli, biz bura 4 dənə kub əlavə eləməliyik. 4 dənə. O zaman neyniyəcək? Bərabər olmuş olacaq. 12-dən də 4-ün çıxanda 8 qalır. 9-un üstə 7 gələndə 16, 16-dan da 7 çıxanda 9 qalır. Boş xanalara uyğun ədədləri müəyyənləşdirin. Baxın, burada var 8. Burada isə var 7. 8-in üstə 7 gəldim. Cəmi verib də sizə yuxarıda 15. Bu dəfə yerini dəyişirəm. Toplananların yerini dəyişəndə cəm dəyişmir. 7-in üstə 8 gəldim 15. Bir dəfə 15-dən 8-i çıxıram. 15. Ədədlərimiz bunlardır. 15, 8 və 7. 15 var, 8 var. Hansı yoxdur? 15 var, 8 var. Deməli 7 yoxdur. 7-ni yazırıq bura. 7 var, 8 var. Deməli 15 yoxdur. 6-ın üstə 7 gəldim 13 verib burada. 7-nin üstə 6 gəldim 13. 13-dən 7 çıxanda 6. 13-dən 6 çıxanda qalır 7. Daha sonra burada var 5. Burada var 6. 5 üstə gəl 6. 11. 6 üstə gəl 5. Yenə 11. 11 çıxılsın 5, 6. 11 çıxılsın 6 eləyir 5. Sonra burada var 8, burada var 9. 8 üstə gəl 9, 17. 9 üstə gəl 8, yenə 17. 17-dən çıxıram 8-i. Eləyir 9. 17-dən çıxıram 9-u. Eləyir 8. Məhsulu deyir tapın. Deyir 14-dən nə çıxsam 9 qalar.
Bunu tapmaq üçün 14-dən 9-u çıxıb tapa bilərsiniz. 14-dən 9 çıxanda 5 qalır, amma bilənlər yazacaq ki, 14-dən 5 çıxanda 9 qalır. 12-dən 7 çıxsaq 5 qalar, 16-dan 8 çıxanda 8, 18-dən 2 çıxanda 16, 13-dən 4 çıxsaq 9 qalar, 15-dən 5 çıxsaq 10 qalar, 17-dən 0, daha sonra 17-dən 5 çıxırıq 12 qalır, 15-dən 8 çıxanda 7, 12-dən 7 çıxanda 5, 11-dən 3 çıxanda 8 və 15-dən də 4 çıxanda qalır 11. Boş xanalarda hansı ədədlər olmalıdır? Toplanan cəm. 17 ilə 3-ü topladıq 20. Buranı tapmalıyıq. Nəyin üstü 6 gəlsə 16 eləyir, onun üstü. 6-ın üstü 12 gələndə 18. 9-un üstü 7 gələndə 16. 19-un üstü 1 gəlsə 20. İndi azalan, çıxılan fərq. 15 çıxılsın 5 eləyir 10. 16-dan neçə çıxsaq 9 qalar? 7 çıxsaq. Sonra 20-dən 4-ün çıxanda 16 qalır. 13-dən 8-in çıxanda 5 qalır. Daha sonra 19-dan 7-sinin çıxanda 12 qalır. Baxırıq növbəti. Samir boşqabdakı qutablardan 3 dənəsini yedikdən sonra 8-i qaldı. Boşqabda neçə qutab var idi? Yazırıq var idi. Gəlin buradan yazaq. Var idi. Neçə qutab? Bilmirik. 7, 3 qutab. Qaldı 8 qutab. İndi yazırıq həlli. Baxın, nə qədər olduğunu bilmirik. Bundan 3 dənəsini yedim, çıxacam. Qaldı 8 dənəsi. Azalan, çıxılan fərq. Məhsul azalanı tapmaq üçün fərqin üstünə çıxılanı gələrəm. Yəni, azalan bərabərdir. 8-in üstə 3 gəlirəm. Azalan da bərabərdir 11. Həqiqətən də görürük ki, 11-dən 3-ün çıxanda nə qalır? 8 qalır. Cavab 11 qutab var idi. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.